Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Müqəddəs Quran-ı Kərimi sadələşdirilmiş sürətli üsulla anlama dərslərimiz davam edir. Allah-u Teala'nın köməyi ilə kitabımızda təkrarlanan cəmi 125 kəlməni öyrənməklə Quranın 50% kəlməsini anlamağı hədəfləyirik inşallah. Artıq 23-cü kəlmə. İllə başqa deməkdir. 664 dəfə təkrarlanır. İllə və illə kimi rast gəlinir. Əsr surəsi 3-cü ayə. İlləl-ləzinə əmənu və əmilus salihat. İllə başqa ləzinə o kimsələrdən ki, əmənu iman gətiriblər və əmilu əməlləri salihat. Salih sözünün cəmidir. Salihlərdirlər. İlə burada artıq bir dənəlik var. Doğru ona tərəf deməkdir. 736 dəfə təkrarlanır. Və ilə, lə ilə, iləyhi və iləyhim və iləykə və iləyna və iləyyə və s. kimi rast gəlinir. Bəqərə surəsi 156-cı ayə. İnnə lilləhi və innə iləyhi rəciun. İnna biz lillahi Allah'ınıq, Allah'a aidik və inna və biz iləyhi ona tərəf, ona doğru raciun qayıdacağıq. Əmənu iman sözündəndir. İman gətirdilər deməkdir. 258 dəfə təkrarlanır və əmənu kimi rast gəlinir. Yine Əsr surəsinin 3-cü ayəsi. İlləl-ləzinə əmənu və əmilus salihat. İlla başqa ləzinə o kimsələrdən ki, əmənu iman gətirdilər və əmilu əməlləri salihat, salihdirlər. Ən haqqında ədatıdır deməkdir. 416 dəfə təkrarlanır və ənhuma və ənnəkə, ənni, ənkumu, ənnə kimi rast gəlinir. Maidə surəsi 119-cu ayə. Radiyallahu ənhum və radiu ənhu zəlikə fəvzun azim. Radiyallah Allah razı qaldı, ənhum onlardan və radihu ənhum razı qaldılar onlar da ondan. Zəlikə odur, fəvzu uğur, əzim böyük, əzəmətli uğur da odur. Ərz. Əslində bu söz bizim leksiyonumuzda vardır. Yer deməkdir. Biz onu ərazi kimi işlədirik. 461 dəfə təkrarlanır. Ərzu və ərzu vəl-ərzu və ərzuhum və kimi rast gəlinir. Nur surəsini 35-ci ayənin əvvəli. Allahu nurus səməvatı vəl-ərd. Allah nurudur, səməvatı göylərin vəl-ərd yerin. İza o zaman ki, o vaxt ki kimi tərcümə olunur? 423 dəfə təkrarlanır. Və izə, fəizə, əizə kimi rast gəlinir. Nəsr surəsi 1-ci ayə. İzə cəə nəsrullahi vəl-fəth. İzə o zaman kimi cəə gəldi nəsruh kömək Allahın vəl-fəth zəfəri Allahın. Qövm, tayfa, cəmaat, millət kimi tərcümə olunur. 383 dəfə təkrarlanır. Əl-qavm və qavm, biqavm, liqavm, lilqavm kimi rast gəlinir. Bəqərə surəsi 285-ci ayə-i şərif. Vallahu la yahdi qavməz zalimin. Allah la etmez
yox deməkdir. Lə yəhdi yola yönəltməz qövmü zalimin. O zalim qövmü heç vaxt hidayət etməz. Bu ayə ilə ki, bugünkü dərsimizi tamamlayırıq. İndi isə səslənən həmin kəlmələri bir-biri sizdə çalışın öncədən deməyə. İlla başqa yox deməkdir. İlə doğru tərəf. Əmənu iman gətirdilər. Ən haqqında. Ərz ərazi. İzə o zaman ki, o vaxt ki, qövm, tayfa, cemaat. Bununla da dərsimizi yekunlaşdırırıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.